Və bu ilə müqəddəs ruhun bizə Məsihə bənzəmək üçün istifadə etdiyi alətlərdən biri haqqında danışacağıq. И сегодня мы будем говорить еще об одном инструменте, через который Дух Святой действует, чтобы мы были похожи на Христа. Bu da müqəddəs yazıdır. И это Священное Писание. Aça bilərsin. Bizim mövzumuzun adı müqəddəs yazının ruhani artırmamızda roludur. Роль Священного Писания в нашем духовном росте. Birinci bundan başlamaq istəyir ki, kəlamın amiranəliyi vacibdir. Первое, что я хотел бы начать, это говорить Avtoritet. об авторитете Слова Божьего. Aça bilərsən növbəti. İstəyirəm bu ayəyə diqqətlə fikir verək. Хочу, чтобы мы obratили на это место Писания очень внимательно. Bir daha arxaya qayıt. Haşa. Bu nəsə qaçışdırmış. Ev yox. Gəl bu hamımızın bildiyi ayədir. 2 Timotey 3:16. Açmıştı da. Yox, orada başqa. Bana Xristiyan Yok, ondan sen dedi geriye. O ayənin tamamı yuxarıda rusca olmalıdır. Qaçışıq düşüb, biraz qarışıb. Ev yox. Bu ayə 2 Timotey 3:16-17. 1 Тимофея 2 Тимофея 3:16. Bu ayəni hər bir məsəlçi əzbər bilməlidir əslində. Вообще, на самом деле, каждый христианин должен знать наизусть это место. Çalışın bu ayəni bu həftə ərzində əzbərləyin və çünki əzbərsiz o sizə kömək edəcək istiqamət vericidir. Постарайтесь на этой неделе выучить это место сами, потому что оно потом вам поможет. 2 Timotey 3:16, 3-cü fəsil 16-17-ci ayələr. Və vacibdir ki, məsələn, Ruslanın vəzini, Rüstəmin vəzini, mənim vəzini, bunu öz üçün qeyd eləyəsiniz və həftə içi qaydasınız ki, sonra onu tətbiq edə bilərsiniz. Вообще советую вам делать заметки, чтобы потом вы смогли снова посмотреть, вспомнить. Bütün müqəddəs yazılar Allahdan ilham almış, təlim, məzəmmət, islah və salihlik tərbiyəsi üçün faydalıdır. Beləcə Allah adam bacarıqlı olub, hər yaxşı iş üçün təsis edilsin. Все Писание вдохновлено Богом и полезно для научения, обличения, исправления, для наставления в праведности, чтобы Божий человек был полностью готов для любого доброго дела. Bütün müqəddəs yazılar Allahdan ilham almışdır. Обратите внимание, все Слово Божье было вдохновлено Hansısa hissəsi yox, hansısa parçası yox, bütün kitab, yaradılışların və həqiqətən hamısı Allahın ruhuna ilham alır. Не какая-то часть, а все Священное Писание было вдохновлено Духом. Bu günlərdə bir xidmətçi ilə söhbət eləyirdik. На днях я говорил с одним служителем. Və onunla şagird yetişdirmə haqqında danışanda o belə bir söz deyir. Мы говорили о том, как взращивать учеников, и вот его фраза. Mısri. Мысль, да, мысль. Deyir ki, yeni imanlıya öyrətməli olduğumuz ilkin həqiqət, birinci bilməli olduğu həqiqət müqəddəs kitabın amiranəliyidir. Вот что он, его мысль, он говорит, когда появился новый ученик, он говорит, первое, что мы должны научить, и научить его, и объяснить ему, что они авторитетность Слова Божьего. Amiranə sözünü başa düşürük Вы amma. вообще понимаете это значение слова? Yox, yox. Amiranə səlahiyyət deməkdir, ağalıq deməkdir, rəhbərlik deməkdir, nə bilim, avtoritet deməkdir. Вот это слово означает, что имеющий власть, превыше всего, авторитетность. Məsəl üçün, kimsə gəlir içəri, zəhimli, ona deyirlər, amiranə adamdır. Zəhimli adam, avtoriteti var. Когда кто-то такой заходит, да, такой, да, и все чувствуют, смотри, какой большой. Emil də elə o, hə. Və bu sözdə onun dediyi ki, müqəddəs kitabın amiranəliyini, səlahiyyətini öyrətmək lazımdır birinci növbədə. Bu öz-özünə vacib bir həqiqətdir. Ага, и вот то, что он сказал, на самом деле, говорить об авторитетности, учить об этом, в этом есть своя истина. Çünki nəinki təzə imanlı, hətta köhnə imanlılar üçün bəzi müqəddəs kitab amiranə olmur. Ага, не только касаясь нового, но и старого, потому что иногда Слово Божие для всех верующих не является авторитетом. Nə deməkdir müqəddəs kitabın amiranəliyi? Ну что это значит, авторитетность Слова Божия? Birincisi o demək ki, müqəddəs yazılar birbaşa Allahın iradəsi və sözüdür. Это значит, что это Слово Божие является волей Божьей и Его Словом. Yəni biz bu kitaba baxanda birinci ağlımıza gələn fikir bu olmalı ki, bu Allahın iradəsi və Allahın sözüdür. То есть, когда мы смотрим на это, мы понимаем, что воля Божья здесь раскрыта, и сам Он, Его слова записаны там. Və bu dünya üçün yeganə kamil kitabdır. Ага, и для этого мира эта книга является самой совершенной, единственной совершенной. Yeganə kamil. Единственная совершенная книга. Qüsursuzdur. Она непогрешима.
Bu ne deməkdir? Yəni bu kitabda səhv yoxdur. Səhv tapa Нет bilməyəcək. там ошибок. Там, понимаете, она безошибочна. İnsanların ən çox bikarçılıqdan bilmədiyi şey bu kitabı şəratmaqdır ki, bu səhvdir, orası düzdür, burada ziyyətliyyəti То var. есть самое легкое, когда вы разговариваете, люди на самом деле не проинформируют, просто легко вам сказать, да нет, она изменена. Amma Kənan, bu qüsursuz kitabdır. Но это безошибочно. Və bu kitabı Allahın sözü olduğuna, yeganə kitab olduğuna görə И из-за того, что она является единственной непогрешимой книгой, bu kitaba riayət etməmək birbaşa Allaha riayət etməmək. и İtaət значит, etməmək. если мы не повинуемся, что написано в этом Слове Божьем, значит, мы не повинуемся самому Богу. Birbaşa Allaha qarşı üsyandır. Напрямую мы противостоим Богу. Və kəlam deyir, İsa Məsih özü öz sözləri üçün bu kitab üçün deyir ki, yer göy keçib gedəcək. Вот что говорит, что говорит, день и ночь, земля придет и уйдет, все это закончится. Amma mənim sözlərim əsla keçməyəcək, o möhkəm qalır. Говорит, мое слово никогда, оно будет вечным, навсегда останется. İndi isə belə bir sual verim sizə dostlar. Вот такой вопрос вам, друзья. Sizcə necə olsa yaxşı olardı? Bu kitab yaxşıdır yoxsa birbaşa Allahın səsini eşitmək? Вопрос вам. Что вы выбрали? Чтобы Бог напрямую говорил вам, или что хорошо, что есть эта книга? Bence bu kitap yakışır. Всегда воззрение Manifestir. Onu da bilir. Anladım. Aha. Bir meselesi değil, insana gördüğü canlı şeyler. Hamısı necə gözəl şey cavablar. Ben sesini işitmeyiz. Vərzi dəyişirik. Ben sesini işitmeyiz. Hadi biraz Allah Allah sesini düşünün. Ага. Niyə Allah bəs yazılı verdi? Niyə birbaşa insanlarla Почему danışmır? Господь напрямую не говорит с нами? Почему Он вот решил, чтобы было вдохновлено им написание? Ya, kitab formasında birbaşa müəyyən beləçə dialoq kimi beləçə danışır. Книгой дал, да? Ну почему Он напрямую не говорит? Çünkü Necə? Unudulmasın. Хорошо, что вы не забыли. Yaxşı cavabdır, qəşəngdir. Düzdür, düzdür. Dəyişdirilməsin deyə. bence Чтобы не поменяли. Cəmaət elə o kitab olduğuna görə dediyi dəyişdirilir də. Bence Allah o kadar muhteşemdi ki. Aha. Onunla belə açıq danışabilir. Qəşəng cavabdır, qəşəng cavabdır. Hə, Müqəddəsdir, o bizə bir Он и düzdür. Aha. Digər Rəşad əmin nəsə demək istəyir? Bence o Thomas'a dediği sözler içinde yani görmeden imanı söylemek. Hə, görmədən iman. Как Yaxşıdır. Фома сказал апостол, что O kadar müqəddəsdir ki, məsələn, onu görən çatdı alır belə bir söz. Aha. это 100%. Мгм. То, что мы не можем увидеть Господа и так далее, что это нам будет, это 100%. Ha, Мы по желанию говорим. deyə var 3 cavab qoyuram, dediklərinizlə də razıyam. Согласен с вами, согласен. Hə və 3 də əlavə cavab. И 3 дополнительных ответа. Birincisi, insanlar Allahın səsini eşitsələr də onu icra etmədilər. Люди, слыша голос Божий, все равно не исполнили. Kimlər idi o adamlar hansı ki birbaşa Allahın səsini Adam eşidirdilər? Adəm və Həvva. Кто услышал голос Божий, общался с ним, но не исполнили? Adəm və Həvva biri. Yunus, sonra Иона, Адам и Ева. kim? yani Yahudiler. Yahudi xalqı, İsrail xalqı, hə, düzdür. Израильский народ. Sonra başqa İbrahim yox elədi də İbrahim. Hə, kişinin boyuna şər atmıyor. Hər səhv eləyib bunu eləmir. Hə. Sonra başqa Adam. Qabil, Ага. Düzdür. Помним, да? Каин. Sın Balak'ın oğlu. hə, Bilam, Bilam. hə, Bilam. Ага. Yox, Bilam da qulaq asdı. Mənim qədər. Hə, qulaq as. O mələyə qulaq asmamışdı. Hə. Fikir verirsiniz, yəni biz nə qədər nümunələr çəkdik, hansı ki birbaşa insan Allahın sözünü eşidib, Allahla danışıb, amma Обратите Цель внимание, добавить мы тебе. привели примеры, которые слышали голос Божий, но именно то, что Бог им сказал, не исполнили. yəni fərqi olmur onda. Kitaba qulaq asmadılar, Allahın səsinə qulaq То asmadılar. есть вы им разницы нет, не послушали книгу или его слово Божье, сам не послушали. Hətta Lazarın qardaş varlı ilə Lazar məsələsində də belə bir məqam var. Ага, когда мы помним богатую и Лазаря, да? Varlı deyir ki, bir dənə Lazar göndər, mələyə göndər, kimisə göndər, getsin danışsın mənim qardaşlarımla. Ага, помним, когда богач просит, говорит, пожалуйста, ну пошлите пророк, сам приди, они увидят тебя и послушают тебя. İbrahim deyir ki, onların evində kalan var. Əgər ona qulaq asmadılarsa, ölülərdən biri dirilsə belə, göydən mələk gəlsə belə, yer yarası inanmayacaqlar. Авраам говорит, что у них есть Писание, да? Если они Писание свое, говорят, даже если мертвый воскреснет,
они все равно не послушают. İkinci niyə? Allah. Вторая почему причина? İnsanlar Allahın səsini eşitmək istəmədilər. Люди не хотели слышать голос Божьего. Olub belə bir hadisə. Страшно. Çıkış kitabındayım. Ay sağ ol. В 20 главе книги Исхода Allah danışır onlarla göydən. Господь говорит, Sesini eşidirlər они onu. слышат голос. Dilə, yo, bizlə danışmasın. Они просто, пожалуйста, пусть не говорит с нами. Страшно было. Təsəvvür insanlar Allahın səsini eşitmək istəmədilər. Представь себе, они не захотели слышать голос. Bir nəfər də öyle deyəsən ki, bir nəfər istəmədi. Ага, мы не говорим, вот он был один, ну чё, ну ладно, один. Нет, это был не один. Milyonlarla insan idi hansı ki Allahın səsini eşitmək istəmədi. Там были Milyonlar. миллионы, которые просили, пожалуйста, не надо с нами говорить. Bir nəfər olsa deyərsən ki, hə, bir nəfərin badına getdiydi, amma milyonlarla insan eşitmək istəmədi. Это не один, который послушался, это были mиллионы. Və bu gün əgər Allah birinci bizi ilə belə səsi ilə danışsa, bizə nə deməli olardı? Если бы Господь сегодня заговорил с нами, что бы он нам сказал? Tövbə elə. Он сказал, да, и страшные вещи нам сказал, что это такое, что мы не Ay, tövbə, çünki müqəddəs Allah, Покайся! çünki müqəddəs Allah insanla danışanda birinci eşitməli olduğu şey insanın tövbədir. Ага, дальше, когда Бог говорит, что человек говорит, покайся, покайся. Və necə hansı tonla danışmalıdır bizimlə? И с каким он тоном он должен с нами говорить? İstəm ki, tövbə elə də başına dənəm. Ну сам, если можешь там. Покайся. Ya Allah ədalətli Allahdır, Allah qüdrətli Allahdır. Господь, Он справедливый, Он великий, O müqəddəs Он Allahdır. святой Бог. Rüstəmə gəlib deməyəcək ki, tövbə elə, Rüstəmə deyəcək, tövbə elə. Он не придет и не будет не мягко, Он скажет, покайся. Və İsrail xalqı da bunu eşidəndə Allahdan, qanunu eşidəndə, hə, yox, istəmir eşitmək. Ага, и когда израильский народ услышал закон Божий, как Бог с ними говорил, он говорит, пожалуйста, не надо нам настроение портить. Üçüncü niyə? Третья причина. İnsanlar öz yuxularını, düşüncələrini Allahın sözü kimi qələmə verməsinlər. Чтобы люди, видя те сны, не давали как за размышление Божье. Bu günləri eyni problem kilsələrdə var. Есть такая трудность сейчас? Она есть. Hə, çatan deyir ki, mənə Allah bunu dedi, mənə Allah bunu dedi. Ага, открывают дверь без ключа и говорят, Бог мне сказал так. Hə, hələ nə yatdılar, nə yuxu gördülər, nə yedilər, nə içdilər, çatana Allah bir şey dedi. Ага, что они ели, что они пили, когда они уснули, говорят, Бог со мной говорил. Hə. Və bu İsrail xalqında da 400 peyğəmbər var idi, 500 peyğəmbər var idi. Çatan Allahdan söz eşidirdi. Ага, и помню, израильский народ, 400-500 было пророк, каждого Бог мне сказал. Allah dedi, mən sizi göndərməmişəm. Помните, там через одного пророка говорит, скажи им, я их не посылал. Özünüzü aldatmayın, mən sizi göndərməmişəm. Не обманывайте сами, я вас не посылал. Eyni şeydə imanlılarda var. Qalxırlar toplantı ortasına, hərəsindən bir peyğəmbər, hərəsindən bir söz gəlir. Ага, а бывает собрание, как встает и говорит, стойте! Бог сейчас говорит. И начинает там проповедовать. Amma belə söhbətlər olanda biz çıxartırıq, Allah. Когда такое бывает, мы достаем, помолчи. Aysa. Və biz göstərik ki, bu sən dediyin şey Allahın sözünə uyğun gəlir. И мы открываем Слово Божье, говорим, это вообще сходится со Словом Божьим, то, что ты нам сейчас сказал. Çünki Allahın sözü bizim üçün meyyat, onun xarakteri, onun təbiəti, onun düşüncəsi, onun dünya görüşü. Hər şey bu kitabda var deyə və biz sonra rahat müqayisə edirik ki, Rüstəm yalan danışır, yoxsa düz danışır. Потому что Слово Божье это то, на что мы опираемся, мысли, слова, действия, характер, да, то, что, потому что когда что-то говорим, мы сразу смотрим на основу, что говорит Слово Божье, и это должно быть похоже. Və kəlamdır ki, Allahın sözü həqiqətdir və safdır. И Слово Божье говорит, и сам Бог говорит, что Его Слово, оно чистое и настоящее, то есть истинное. Və bu bizi qoruyur hər cür çatanın ağlına gələn nağıllardan, И fikirlərdən. что это делает? Получается, что Слово Божье нас защищает от всяких вот этих спекуляций. Gəlin davam edək dostlar. Razısınız bu dediklərimlə? Вы согласны? Bəs necə edək ki, müqəddəs ruh yazılar vasitəsilə bizi dəyişsin və Məsihə bənzər etsin? А что же нам сделать, чтобы Святой Дух через Слово Божье производил в нас изменения? Bu suala cavab verməmişdən öncə 2 dənə də vacib fikir ətrafında istəyirəm fikirləşək. Прежде чем мы ответим, давайте еще две мысли. Birinci, müqəddəs kitab yük deyil. Первое. Слово Божье не является бременем. İkinci isə müqəddəs kitab dini kitab deyil. Ага. Вторая мысль. Слово Божье – это не религиозная книга.
müqəddəs kitab yük deyil. Niyə bu söz deyirik? Вернемся. Почему мы говорим, что Слово Божье не является бременем? Bu söz mən özündən çıxartmaq üçün bu kəlamda yazılıb bu söz. Ага, я не сам придумал, само Слово Божье говорит так, эту мысль. Yeremye peyğəmbərin dövründə İsrail xalqı Allahın xalqı adlanırdı. Ага, во времена пророка Иеремии израильский народ все еще назывался Божьим народом. Və başqa xalqlardan fərqlənirdilər И, görə. конечно, они отличались от других народов. Amma kəlama qarşı münasibətləri yanlış idi. Но их отношение к Слову Божьему было неправильное. Və Yeremye peyğəmbər onları vəz eləyəndə, onları çağırış eləyəndə, onlar dedilər Allahın yükü olan kəlamı nədir? И вот когда Иеремия проповедовал им, объяснял, они ему говорили, Слово Божье, почему является бременем? Hə. Ага. Gruz, А bremя. почему это является грузом или бременем? Не спрашивай почему, А. он говорит, что за бремя Господне для нас? Да, ага. Və Allah bu qəzəbləndir. Allah dedi ki, sizə demişəm ki, deməyin ki, Allahın kəlamı yüktür. И Господь разгневался и сказал, не говорите, что Слово мое бремя. Sizin üçün kiminsə sözü yük olub? Для вас, когда-нибудь было чье-то слово бременем? Məsələn, işdə müdirin əlavə sözü adamın yük kimi düşür. Ага, бывает, когда начальник что-то тебе сказал, и как бремя село тебе прям тяжко стало. Evdəki ərvin sözü sənə bir yük kimi olur. Слово жены для тебя было бремя. Yeniyetməyə valideynin sözü yük kimi olur. Для подростка, для молодого человека слово от родителя становится как бремя. Hə, dərd kimi olur sənin üçün. Deyirsən, Тяжко становится, дышать невозможно. Прям как будто кому кто-то взял тебя, посадил так. hə, artıq həbi ki, lazımsız bir güclüyə sən də qalırsan И əzilirsən. так было сложно, а ты еще дополнительно себя взвалил после этих слов и стало еще тяжелее. Niyə İsrail xalqı üçün Allahın kəlamı belə yük kimidir? Почему же для израильского народа слово стало бременем? Çünki onların günahlı bir rutini var idi. Потому что у них была греховная ежедневная рутина. Onlar öyrəşmişlər ki, cəmaatı soysunlar. Они уже привыкли, что обдирать людей. Allah demiş ki, quldarlıq olmasın. Господь сказал, чтобы не было у вас работы. Allah demiş ki, arvadlarınızı boşub çölə atmayın. Сказал, не разводитесь, не бросайте жен ваших. İşçilərinizi işlədib vaxtından çox pula görə olan suylarını çıxartmayın. Алло, головы. Говорит, не заставляйте ваших работников работать больше, чем нужно, не платить. Haqlarını yeməyin. Не право не ешь, как это. Не при... Не воруйте. Hə. Sonra da bütün bu şeyləri eləyib, bu rutini yaşayıb, gəlib məbədə mənə qurban götür, dua eləməyin. Ага, а потом говорит, вот вы это все делаете этой неделе, приходите день в субботу или вы приносите жертвы Господу Богу. Və onlar bu rutini öyrəşiblər, bu rahatçılığı öyrəşiblər И они ki, уже живут в этом, уже не видят, живут в və этом. Allah da onları etmə, o yükləndim. И Господь же им говорит, не делай, не делай, вот это делай. А они так, как tяжело, бремя. Həyat rutinləri, sistemləri çökür, dağılır, pozulur. Система рутинная начинает рушиться. Və bu gün də imanlı özlərini Allah adam sayırlar. И сегодня мы, верующие, считаем себя детьми Божьими, Bu, людьми Божьими. bu kitabı dünyaya qarşı müdafiə edirlər. Мы защищаем Слово Божье перед миром. Əmindirlər ki, bu kitab düzdür, həqiqətdir, superdir. Верим, что это Слово Божье истина, оно имеет силу Божью. Amma tətbiqə çatanda bu yükə çevrilir. Но когда мы переходим на практику, оно как будто становится для нас бременем. Və insanlar bu yükün altından qaçmağa çalışırlar. И мы что хотим сделать? Мы хотим убежать из этого бремени. Çox maraqlı ki, biz imanlılar ən sevdiyimiz ailələrdən biri. Məsihə yükünü ver, Məsihə gəl rahatlıq tap. В нашем любимом месте возложи бремя на Христа. Он возьми это ермо. Amma axırındakı ayə heç birimiz qaçmaq istəmir. Но никогда мы не завершаем это слово, вот этот стих в конце. Orada nə yazılıb Что axırda? там написано? Возьмите крест. Yazılıb ki, mənim yükümü götürün. Возьмите мое бремя на себя. Çünki yüngül də rahatdır əslində. Он говорит, что мое бремя легко. İnsanlar istəmirlər Məsihin verdiyi yükü götürsünlər. Люди не хотят взять бремя Христа. Və Yeremiyanın dövründə olduğu kimi ignora qoyurlar Rəbbi. И во времена, как Иеремия, как сейчас игнорируют. Haydi, слово. yenə bunu oxumaq lazımdır. А снова мне сказали, и надо его читать. Mən sizə kitab oxuyan adam deyiləm, kitab oxumağı sevirəm. Я сам человек не книжный, да? Ну не читаю, сверху приходит. Kəlam çox dərindir, bu batarsa içində çox dərindir. Там так написано, так глубоко я не понимаю. İşlərim çoxdur mənim. Дел много, очень много дел.
çatdırmıram, qaqacan çatdırmıram. Не успеваю. Yəni oxumağa, tətbiq eləməyə, Читать, Юшту. практиковать. Все это время. kalam vaxtımız üçün yükdür. Слово Божье оно является временем для моего времени. Beynimiz üçün yükdür. Ой, как это тяжело в голове все уместить. Həyatımız üçün yükdür. Для жизни как сложно. Ну, зачем? Münasibətlərimiz üçün Для yükdür. отношений это время. Biz bu sözləri demirik, amma rəftarımızla göstəririk. Мы не говорим об этом. Нехорошо говорить об этом. Но наше отношение говорит, что это так. Müqəddəs kitab dini kitab deyil. Вторая мысль. Слово Божье не религиозная книга. Hər dövrdə olduğu kimi müqəddəs kitab hər zaman aktualdır və ona ehtiyac var. Во все времена это слово является актуальным и действенным. Günahdan bəri dünyada dəyişən sadəcə nəsillərdir. Ага. Сначала сотворения мира единственное, что поменялось, это поколение. İnsan ürəyi dəyişmir. А сердце человека, оно еще не меняется. Deyə bilərsiniz ki, elm inkişaf eləyir, Мы можем сказать, наука продвинулась вперед. kainat kəşf olunur, Вселенная обнаружена. mədəniyyətlər, sivilizasiyalar qurulur, dağılır. Выстроены, да, новые цивилизации. Amma insan ürəyi dəyişir bütün bu А şeylər. сердце человека изменилось? Yox. Нет, сердце человека... Adəmdən bu yana insan ürəyi eyni olaraq qalır. Сердце человека не изменилось. Как от Адама и Евы началось все, так и до сегодня то же самое сердце. İmanlılar da bu kitaba necə baxırlar? А как верующий смотрит на эту книгу? Dini kitab, qanunlar toplusu. Религиозная книга, книга законов и сводов. Hər dinin öz kitabı var. Bu da bizim dinimizin В kitabı. каждой религии есть книга. А что у нас нет? И у нас есть своя книга. Amma bu müqəddəs kitabdır. Bu dini kitabdır. Это священная книга, это не религиозная. Fərq nədir? В чем же разница? Dini kitab və dinlər ümumiyyətlə insana iki qütbət çəkir. Ага, религиозная книга и религия создают Na dve kraynisti çəkir. создают две крайности. Birinci qütb ondan ibarət ki, səni elə əmrlə, elə bir qaydalar, elə bir şeylər ver ki, sənin bu real, bu məişət həyatından uzaqlaşırsan. Ага. Первая пропасть это такая, что эта книга дает тебе такие свод законов, что ты от этого мира отдаляешься. Да. Ага. Religiyoza kniga. Ага. Hə. Məsələn, sənə elə dini ayinlər, elə dini, məsələn, ziyarətgahlar, dini şeylər deyir ki, yəni baxsan ki, bu sənin gündəlik məişət həyatından uzaq bir şeydir. То, что там сказано, места священные. И Saatlara riayət eləməlisən, nə bilim, времена. aylara riayət eləməlisən. Это тебя немного отдаляет от бытовой жизни. Bu yük demək olar buna. Похоже, знаешь, ты вроде должен жить, но все это говорит, идет противоречие, ты чё-то отдаляется. Ну, тяжело, да, бремя. Real həyatdan, yəni bu səni qoparırsan, bu dini həyat olur, sənin dinini bir И şey. люди говорят, что, ой, да он отдалился от этого мира, стал жить духовной жизнью. Digər tərəfdə isə güya ki, gündəlik məişət həyatıma daxil olur. Ага. Вторая пропасть это, на самом деле, это начинает вживаться в твою бытовую жизнь. Başa düşürük, biri tam uzaqlaşdırır səni bu real həyatdan, bir tərəfdən. Первая пропасть, конечно, полностью тебя от этого мира забирает. İkinci tərəfdən isə sənin həyatı belə lazımlı şeylərdən gedir. Ага. Второе, как-то входит в твою жизнь по самое дно. Mənasız qanunlarla. Например, Besmislenin, бессмысленными законами. üzrəm, ayaq yolundan tutmuş corabıva kimi, nə bilim, nəfəs almağıva kimi qanunlar çıxır. Вот это вторая пропасть, да. Как зайти в туалет и как выйти, с каким носком, длиной носком, да, дело сделать и выйти. Вот как бы вот такой bытовой жизни. O qütbdən, bu qütbdən heç birinin Allaha aidiyyəti yoxdur. И что эта пропасть, что та пропасть, вообще там нет Бога, да, там нет Hə, Его. ikisi də səni yükləyir, ikisi də heç birinin Allahı yoxdur, amma dinidir. Ага, и оба являются бременем для твоей жизни, и но на самом деле там нет Бога, ни там, ни там. Bir pastorun bu yaxında bir kitabında bir söz oxudum. Я недавно читал книгу одного пастыря, вот такой. O deyir ki, İsa Məsih deyir ki, mən gəldim ki, həyat və bol həyat verim. Вот он говорит, Христос сказал, я пришел, чтобы дать жизнь и жизнь с избытком. Amma gəlmədim ki, din və qanunlar verim sizə. Но не пришел вам дать религию и новые законы. Buna görə kəlamı oxuyan adamlar dəfələrlə deyir ki, sənin kəlamın mənə həyat verir, can verir. Поэтому мы много раз читали, как твое слово дает жизнь, радость. Sənin sözün məni canlandırır, sənin sözün mənə şirindir, dadlıdır. Ага, твое слово, оно приятно, сладко, оно преобразовывает меня. Dayət, radislə falan etirazsın. Allahın sözü bunu eləyir.
Вот что делает на самом деле Слово Божье. Fərqi söz dini kitab neyinir, Allahın sözü neyinir? Обратите внимание, что делает религиозная книга и что делает священная книга. Olub ki, məsələn, çox acımısınız. Бывало, что вы, да, утром, Николай, Hə, очень сильно проголодались. özünüz belə əzgin, yorğun seyirsiniz. Чувствовали себя слабо. Yemək yeyirsiniz, sadəcə aydı, gözümə işıq gəldi deyə. Вот кушаешь так, и все, теперь я в форме, я Göz, готов. gözümə işıq, həyat gəldi. Ага. Dirildim. Olub Кого-то sizdə elə? жизнь преобразилась, вдруг солнце пожелтело. Hə. Ага. Olub sizdə hamınızda belə şey. Вчера так было у моего sына. Hə, söz. Dün oğlumda elə. Hə, ölürdüm acından. Belə söz o, ölürdüm acından. Он говорит, я погибал от голода. Hə. Amma yeyəndən sonra belə canlanırsan da səni. А потом вдруг как будто новый двигатель в тебя. 100% işləyən bir şey var. Есть 100% то, что работает. Allah huzuruna dua ilə, kəlamla gələndə bax belə dirilib canlanırsan. А когда мы приходим перед Божьим Словом с молитвой İçdəyim и sən. к Слову правильно размышляя, вот так Он преображает и тебе дает жизнь. Və siz canlanırsınız. Вы начинаете оживать. Dini kitab bunu eləmir. Религиозная книга не оживляет. Amma Allahın sözündə həyat var. Но в Слове Божьем Hə, gəl qaydaq. Kəlam ruhani artımı üçün nədir? Buna qaydaq. А вернемся к тому, что делает для духовного роста Священный Дух через Слово. Başladığımız ayəyə qaydaq. Вернемся 2 Тимофея 3:16-17. Bütün müqəddəs yazılar Allahdan ilham almışdır. Təlim, məzəmmət, islah və salihlik tərbiyəsi üçün faydalıdır. Все Писание вдохновлено Богом и полезно для научения, обличения, исправления, для наставления в праведности. Beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin. Чтобы Божий человек был полностью готов для любого доброго дела. Biz danışdıq Allahdan ilham alma haqqında. Мы уже говорили о том, что было вдохновлено Богом, Слово Божие. Bəs nə edir bu Allahdan almış söz? Təlim verir. Что делает, когда Слово вдохновлено? Он наставляет для научения. Bu birinci gündən ikinci gün, üçüncü günə kimi bizdə alov pastorlarının görüşü idi və biz danışırdıq ki, xidmətçi keyfiyyətləri necə olmalıdır. Ага, и у нас было трехдневный такой семинар для служителей, пастырей, и мы говорили о качествах служителя. Və sual yarandı orada müzakirə И vaxtı. вот как нормально возник вопрос при обсуждении. Hansı daha vacib xidmətçi üçün, bilik yoxsa xarakter? Что важнее для служителя? Знание или характер? Müqəddəs insanlar, ruhanilər hamısı cavab verir, nə? И самые, вот вы верующие, что вы бы сказали? Nə vacibdir xidmətçi üçün, bilik yoxsa xarakter? Знание или характер? Xarakter. 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 Her ikisi Xarakter. Xarakter deyəndə üstünü təşkil edim. Ümumiyyətlə. Ага. Кто сказал характер, они преимущества. Bəs bu xarakter hardan yaranacaq? Откуда? Джон Пайп. Çox fərqli. Читал. Doğrudan. В общем, как у него станет такой характер? O necə biləcək ki, nə düzgündür, nə səhvdir? Как он поймет, что правильно, что неправильно? O hardan biləcək ki, Allah necə bir insan, necə bir xidmətçi görmək istəyir? Ага. Откуда он поймет, что каким же Бог хочет видеть истинного служителя? Allahın ürəyici olmaq üçün mən nə etməliyəm? Что я должен сделать, чтобы быть по сердцу Божьему? Hamı anadan gəlmə yüksək xarakterlə doğulur. Все ли рождаются от мамы и папы уже с высокими моральными качествами? Kəlam deyir ki, heç kəs belə doğulmur. Писание говорит, нет, никто такой. Нет. Və biz bilik deyəndə demirik, təlim deyəndə demirik, abstrakt, nə bilim, ekzistensial ilahiyyat, transendental ilahiyyat. Biz kəlamda olandan danışırıq. Мы не говорим сейчас об... Когда мы говорим учение, мы не подразумеваем это. Когда мы говорим учение, не сразу не думайте какой-то небесный уровень, где там учатся в специальной школе. Мы говорим вот просто слово Божье. Müqəddəs ruhun təlimindən. Müqəddəs ruh bizə açır ki, Allah bizi necə görmək istəyir. Ага. Мы говорим, когда учим, мы говорим, как Дух Божий через Слово Божие хочет нам открыть, какой Он. Yəni təlimdən başlayır xarakter. Характер начинается с научения. Buna görə imanlı həyatın təlim almağa həsr etməlidirlər. Поэтому люди Божьи, они должны посвятить себя учению. Aramızda daima ac olan, adlanan insanlar var. Veçni qalodne. Ac olan, ac adlanan insanlar var. Среди нас есть, которые вечно голодные. Məsələn, mən subay olanda mənim dostlarım mənə deyir, sən veçni açsan, sən veçni şeysən. Rüstəm. Hələ də qalma. Mənim mamam işləyər kənarlarına. Hə,
Yəni elə adamlar var ki, onun üçün baxanda deyirsən ki, bu veçinə acıdır, bu doymur, kaç Bəs olur. mənim qardaşım, niyə mənim qardaşımın adını çəkir? Qardaşım burada tanıyaq da. Hə. Var burada gözəl insanlar. Mənim qardaşımla biz həmişə adı. Və imanlı da, И верующий, o həmişə Allahın sözü üçün acıdır. он всегда должен быть голоден словом. Аминь. O ruhani iştahsızlıqda yaşaya bilmir. Он не может жить в духовном голоде, понимаете? O 2-3 gün ruhani iştahsız olanda sonra özünü dəhşət pis eləməyə Он başlayır. когда 2-3 дня в духовном голоде, он уже не может себе найти место. O pastoyanla daima qulağa Allahın kəlamını eşitmək istəyir. Он хочет постоянно слышать Слово Божие. O qulaq asıdır, o ləzzət edir. И когда он слышит, он говорит, о, хорошо, приятно. Onun üçün kəlam dadlı yemək kimidir. Для него Слово Божие это как приятное блюдо. O bezmir ondan, iyrənmir ondan, yorulmur Ему ondan. не надоедает это. Он не хочет избавиться от этого блюда. Harda kəlam müzakirə olunursa, o gedir ora və başlayır, qulaq asır ki, öz fikrini desin, 50 qəpiyini qoysun. Я обсуждаю Слово Божие, он приходит, да, я хочу послушать еще хочу научиться. Çünki kəlam onu müdrik eləyir. Потому что Слово Божие дает ему мудрость. Kəlam onu bilikli eləyir Слово Божие дает ему знания. və o Allahı tanımağa başlayır. И он начинает понимать и знать Бога. Tanıdıqca sevməyə başlayır. А когда начинает уже знать Бога, все радоваться начинает. Və Allah da ona deyir ki, bax bu mənim sirrimdir, bu mənim sirrimdir. O həyatı Allahın sirləri ilə И dolur. Бог открывает ему глубины, секреты. И он так смотрит, Бог говорит, Və onun dünya görüşü dəyişir, həyata baxışı, onun dünyanın yanaşması, hər şey yanaşması tamamilə dəyişir. Его мировоззрение меняется. Və Məsihin düşüncəsi ona gəlməyə başlayır. И что? И он наполняется мыслями Христа. Amma kəlam bu ilə kifayətlənmir. Слово Божье не говорит, что научения хватит. Davam edə bilərik. O məzəmmət edir. Второе, что делает Слово Божье? Он говорит, обличает. Müqəddəs yazı bizi ifşa edir daima. Слово Божье нас постоянно обличает. Yəqin ki, bunu bir çoxlarımız yaşamışıq. Burada qeyri-adi bir şey yoxdur. Тут нет ничего такого, я уверен, вы проживали в своей жизни. Allahın sözünü vəzdə eşirsən, kəlamda oxusun, bir gün hop, elə bir ki, ürəyimə bıçaq batır. Вот вы слышите в проповедях, может быть, слушаете, или кто-то из братьев Слова, или читает Слово Божье, и вдруг что-то... Söz adamı tutur. Вот это слово, вот это предание, вот этот стих, он прям коснулся меня. İbranilərin məktub 4-cü fəsil 12-cə, ora qoymamışam. 4-12-də yazılıb. Allahın kəlamı canlı və təsirlidir. Слово Божие живо и действенно. Hər iki ağızlı qılıncdan da itidir. Острее двухстороннего меча. Canla ruhu, И душу, и тело, oynaqlarla iliyi что делает, проникает в глубину души, этот меч. bir-birindən ayırır. Отделяет друг от друга. İnsanın canı bir yerdə dayanır, ruhu bir yerdə dayanır, oynağı bir yerdə dayanır, iliyi bir yerdə dayanır. Что он делает? Отделяет тело, душу, Sustavı отделяет суставы, да, ага. keçir içəri. Проходит до глубины Ürəyin fikir və niyyətlərini ayırt edir. и судит помышления и намерения сердечные. Təsəvvür Allahın sözü o belə girir, belə o bıçaq görmüş kinoları, xəncər soxulur, belə iş eləyəcək elə gedir. В общем, не буду показывать, тут представьте, он прям такой острый, он просто входит до самой глубины. Даже, Allahın sözü adamı bir şillə kimi deyir, of əlim əzildi, ayıldır adamı. Вот как больно было, там прям так шаг! Приходит Слово Божие, больно стало. Ага. Вот это məzəmmət называется. Hə, bu ifşadır. Вот это обличение. Və sən yana bilmirsən, yerində rahatlıq tapa bilmirsən ki, mən bunu həyata keçirəm. Ага. И на самом деле так тебе действует, что тебе прям очень сложно, да? Ты не можешь. Rüstəmlə konflikti var məsəl üçün. Например, у нас есть конфликт. Hə, gəlirəm Allahın huzuruna dua eləməyə Прихожу просто молиться. və ayə yadıma düşür ki, qurbanqahın qabağına gəlməmişdən qabaq gel qardaşınla barış. Вспоминается этот стих, да, прежде чем прийти и принести жертву, примирись с братом твоим. Və deyirsən ki, ay Allah, gəl səninlə barışım, Rüstəmlə həll eləyərik. Ага. И я говорю, Господь, давай лучше я с тобой помирюсь, с ним мы уже решим потом. Amma görsən, göylər bağlanıb, eşidə bilmir səni. Видишь, что нет коннекта, нет связи, закрыто. Və qovrulsan, necə gedim, necə eləyim, nə Ты itərəyim. думаешь, как это примирить, как сказать.
Bu müqəddəs ruh Allahın kəlamı vasitəsilə insan ürəyində işləməkdir. Слово Божье через слово, Дух Божий через Слово Божье напоминает и обличает. İsrail xalqının məbəddə uzun illər boyu müqəddəs kitabı itirmişdilər. Вы знаете, что ковчег Божий, да? Zavet, zakon. Вы знаете, что закон Божий израильский народ потерял на долгое время. Və padşah yaşayan dövründə tapılır. И при пророке Исаии найден. Iosiya, Иосия. Çarə Iosiya, Еще раз скажи на азербайджанском. Yoşiya. Иошия, Иосия. Hə. Onun dövründə tapırlar да. və o oxunmağa başlayanda kəlam padşah paltarlarını cırır. И вот они когда нашли его и говорят, надо прочитать, да, столько лет. Когда читает царь, да, он разрывает на себе одежду. Və müqəddəs ruh insan ürəyini babeləçir. Cırır dağılır insan. Вот так Дух Божий действует, да, он просто разрывает. Sonra nə edir müqəddəs ruh? Следующее, что делает Святой Дух? Məzəmmət elədi, öyrətdi, məzəmmət islah eləyir. Исправляет. Kəlam öyrədir, ifşa edir və nələr dəyişməli olduğumuzu göstərir. Учит, обличает и показывает, что теперь вот здесь вот это надо исправить. Biz onlara bəzəndik ki, sən beləsən, amma necə olmalıyam? Demirlər mənə. Тебе могут прийти и сказать, что вот ты такой, но на самом деле никогда не говорят, какой я должен быть. Hansı addımlar atmalıyam ki, nə cür olum? Какие я должен сделать шаги, чтобы стать каким-то. Biz mən əvvəl olduğum kilsələrin birində hər həftə çıxırdılar ifşa vəzlər. Sən beləsən. Вот я был в церкви, моя первая любимая, да, и каждую неделю выходил, говорят, ты такой, обличали. Əvvəl qardaşım, mən neyiniyim düzəlsin? Я думаю, что мне делать, чтобы sправиться? Allahın kəlamı insana düzəldi. Göstər ki, bu necə olmalıdır? Слово Божье, оно исправляет человека, показывает, какой ты должен быть. O ifşa edib saxlamır. O öyrədir, qaldırır ayağı və sənin dəyişikliklər Он yaradır. просто учит и обличает. Вот научил, обличил, вот теперь мучается. Mən İsa məsələ Samariyalı məsələ vardı, xeyirxah Samariyalı. Вот мы знаем историю доброго самарянина. İsa Məsih necə oldu bu məsələ danışdı? Как он рассказал эту историю, помните? Birinci dedi ki, ən böyük əmr sevməkdir Allahı və insanları. Он сказал, самая главная заповедь – возлюбить Господа Бога твоего всем сердцем своим. Və sual yəni necə sevmək lazımdır? И вопрос задали, а как его любить? İsa Məsih deyir ki, ifşada da göstərir. Deyir ki, farisə keçdirdən sadə o keçdi, bu keçdi, heç nə eləmədi. Sevmək isə budur ki, sən baxmırsan onun milliyyətinə, kimliyinə, götürürsən onu, qayğısına qalsa falan işlər edirsən. Он говорит, вот фарисей прошел, левит прошел, священник прошел, но пришел враг, не посмотрел на кто он, что он взял и позаботился. Вот она любовь. Və İsa Məsih tətbiqini göstərir, nəyi necə eləmək lazımdır. Иисус показал прямой путь, как исправиться, что значит любить. Və biz kəlamı öyrənən, kəlam bizə öyrədi ki, nəyi necə eləmək lazımdır. И когда мы пребываем в Слове Божьем, он показывает, как это исправить. Dördüncü, Четвертое. salihlik tərbiyəsi. Ага. Второе, для наставления праведности. Yəni biz bu etapları keçəndə tərbiyəli bir imanlı oluruq. Когда мы проходим все эти этапы, мы становимся воспитанными верующими. Salihliklə DNK-mızda, bizim xarakterimizdə salihlik olur. То есть в нас начинает проявляться характер праведности. Ya, yorulmuşsunuz üzrə, hə? Şey buradayıq. Sönüblər, hə. Az qalıb qutarıq üzrə. Və sonuncu, onda yormayayım sizi. Sonuncu, müqəddəs bizi Allahın ki, bacarıqlı və təchiz olmuş eləyir. Слово Божье делает нас способными и освещает нас. Niyə? Yeah. Snabjayet. Снабжает. Тайджи. Всегда путаю с освещением. С освещением Təqdis. Təqdis də. Оснащает. Hə. Снабжает. Yaxşı, kamerası. Hə. Yəni Allah bu prosesləri bizdə eləyəndən sonra bu şeyləri biz yararlı xidmətçi ola bilərik. Когда Бог производит вот эти качества у нас, да, через Духа Святого, мы становимся какими-то способными и снабженными. Və o bizi istədiyi iş üçün istifadə edə bilər. И Он уже использует нас для дел, которые Он приготовил. Mən fast food bir restoranda işləməyə başlayanda, Я когда начал работать в одном из ресторанов фастфуда, adını deməyəcəm, çox məşhurdur. не буду говорить, чтобы не было рекламной интеграции. Və ora belə deyək, iş prinsipləri nədən başlayırdı? И вот там, какой же там был принцип работы? Onlar birinci səni öyrədirlər, təlim keçirirlər daima. Первое все началось с работы, а с этого обучения. Yeri sülüb süpürməyin belə qaydası var idi. Bax, bunu belə eləmək lazımdır. Ага. Все в простых делах, даже как убирать
и в какой манере убирать научились. Yəni pol silməyinin belə mən bilmirdim ki, belə qaydaları varmış da, yəni o dərəcədə. Ага, даже я не мог представить, что даже как пол вытирать, и для этого тоже есть определенные правила. Nəysə səhv edəni bizə ifşa edirdilər. А когда мы ошибались, нас обличали. Bax, biz sənə öyrətmişdik axı. Мы говорим, мы же тебе показывали, не так, мы тебя учили. Və sonra tezən islah edirdi, gəldilər, bax, bunu belə И eləməlisən. снова показывали, вот так надо, вот так. Və bu ideyanla bizə o qədər doldurmuşdular ki, A-dan Z-yə qədər də hər şey öyrətmişlər, ifşa, islah, bütün bu prosesi aparmışlar. И вот они так наполнили нас своим этим учением, да, что за что... Və biz fikirləşik ki, dünyanın ən yaxşı yeməkxanası buradır, ən yaxşı yer buradır. Mən həyatıma bunu həsr edib burada И olmalıyım. я думал, что это самое лучшее место питания, где люди могут есть, самая лучшая работа. Mənim üçün böyük bir şərəf idi ki, mən orada tualet təmizləyirəm. Для меня было большой честью именно там чистить туалет. Özümü vəzifəli bir şəxs bilim. Tualetdə təmizlikdən sonra qol çəkirdim. Aha. Mən orada təmizləmişəm, qol çəkirdim. Ага, и я всегда, когда завершал эту работу, я должен был подписаться в моей очередь, что да, это я сделал, зайдите, посмотрите. Bütün bu prosesi keçəndən sonra, ola biz belə də doldurandan sonra biz təchiz olunmuş və bacarıqlı işçilər И idik. когда мы все эти этапы проходили, мы чувствовали себя обученными, способными и готовыми. Bu dünya müəssisəsi idi və bu prinsiplərlə hərəkət edirdi və uğurla gedirdi. Это принцип работы в миру, и мы чувствовали себя успешными. Və təsəvvür edin ki, bu Allahın prinsipidir və Allah istəyir ki, bu prinsipi sizinlə aparsın ki, onun üçün yararlı olasınız. Ага, и представьте Божий принцип, и Он хочет провести вас через это, чтобы вы были недостойны, а готовы выполнить дело Божье. Və biz özümüzü bunun üçün açıq tutmalıyıq. И мы должны быть открыты к этому. Əgər bu proses bizdə baş vermirsə, nə Məsihə bənzəyəcək, nə də Məsihə yararlı И olacaq. если в нас этого нет, мы будем не похожи на Христа, и мы не будем способны для Христа. Dostlar, yormayım sizi, ona görə sadəcə 4 tətbiq deyirəm, bunu özünüz üçün eləyə bilərsiniz. Я скажу 4 практических шага, которые вы можете применить. Kəlamı intizamlı şəkildə sevərək oxuyun və üzərində düşünün. Можешь записывать. С любовью читайте Слово Божие, с дисциплиной, то есть поставьте дисциплину, время и размышляйте о нем. Kəlamı sistematik şəkildə sevərək tətbiq edin. Ага. С любовью изучайте Слово Божие систематично. Kəlamı daima hər kəs sevərək müzakirə edin. С любовью обсуждайте Слово Божие со всеми, кто открыт для этого. Kəlamı hər gün sevərək icra etməyə can atın. Каждый день с любовью стремитесь исполнять Слово Божие. Və bunun nəticəsində siz Məsihə bənzər, Məsih kimi xidmətçi olacaqsınız. Ага. И какой результат вы увидите? Вы увидите результат, вы будете похожи на Христа и будете служить Ему для дел, которые Он приготовил. Amin. Sualı kommentariyası olan. Аминь. Есть слово, есть комментарий.